WhatsApp-ı telefonunuzdan silməyin vaxtı çatıbmı? Dünyanın iki texnologiya nəhəngi Elon Musk və Pavel Durov birləşərək milyardlarla insanın istifadə etdiyi bu tətbiqə qarşı müharibə elan edib. İddialar çox ciddidir. Şəxsi yazışmalarımız oxunur, təhlükəsizlik isə sadəcə bir illüziyadır. Bu gün Qafqaz Infoya istinadən texnologiya dünyasını lərzəyə salan bu qalmaqalın təfərrüatlarını təqdim edirik. Telegramın qurucusu Pavel Durov uzun müddətdir ki, rəqib olan WhatsApp-ı tənqid edir. Lakin bu dəfəki açıqlaması daha sərt olub. Durov bəyan edib ki, WhatsApp-ın şifrələmə sistemində çoxsaylı hücum vektorları, yəni gizli boşluqlar aşkar edilib. O, istifadəçiləri ayıq olmağa çağıraraq olduqca kəskin ifadələr işlədib. Durovun sözlərinə görə 2026-cı ildə hələ də bu tətbiqin təhlükəsiz olduğuna inanan insanlar ağılsızdır. Onun fikrincə, WhatsApp-ın iddia etdiyi tam məxfilik reallığı əks etdirmir və istifadəçilər böyük risk altındadır. Durovun bu sensasiyalı iddialarına dəstək isə gözlənilməz yerdən Amerikalı milyarder Elon Musk'dan gəlib. Musk, Durovun tənqidlərinə qısa və konkret olaraq düzdür cavabını verib. Bununla da o, WhatsApp-ın təhlükəsiz olmadığını təsdiqləyib. Lakin məsələ bununla bitmir. Elon Musk təkcə WhatsApp-ı deyil, həm də məxfiliyi ilə tanınan Signal tətbiqini də hədəfə alıb. O, siqnalın da etibarlılığının şübhə doğurduğunu vurğulayıb. Bəs çıxış yolu nədir? Milyarder alternativ olaraq özünün tam şifrələnmiş X-Chat platformasından istifadəni tövsiyə edib. Görünən odur ki, texnologiya dünyasında Messenger müharibəsi yeni mərhələyə qədəm qoyur. Bir tərəfdə Meta şirkətinin sahibi olduğu WhatsApp, digər tərəfdə isə birləşərək Musk və Durov cəbhəsi. Mütəxəssislər xəbərdarlıq edir ki, əgər bu iddialar doğrudursa, milyonlarla insanın şəxsi məlumatları təhlükədə ola bilər. Videonu bəyənərək bizə dəstək ola bilərsiniz. Ölkədə və dünyada baş vermiş hadisələrdən ilk xəbər tutmaq üçün kanala abunə olub bildirişləri açıq saxlayın.